Sualdır, ha. Görün bilsəm deyəcəm. Hə, deyir ki, deməli, biriniz oxuyun. Kim oxuyacaq? Hə. Müsəlmanın saqqal saxlamağı ilə əlaqədar danışardınız. Günahı və fəziləti barədə danışardınız. Ümumiyyətlə, saqqal saxlamaq, yəni sual verən deyir ki, saqqal barədə. Saqqal ümumiyyətlə fərzdir, vacibdir, geri saxlanar. Yəni, imkan dairəsində hər kəs geri saxlamalıdır və qıxmaq da haramdır. O adam ki, tam saxlaya bilər, necə lazımdır. Az həddi də, ən az həddi də bir ovucdur. Yəni, yaxşıdır qardaşlar, bir ovucdan artıq saxlamasın hələlik. Çünki bir üstə saqqal problemdir. Problemdir. Görürsən, təhqir olunur bəzən cahillər tərəfindən və s. Ona görə hələlik bir ovucdan artıq lazım deyil saxlamaq. Aydındır, belə məsələ var. Şeyxülislam toxunur məsələyə. Deyir ki, məsələn, o balaq məsələsində deyir, balaq ən yaxşı yeri odur ki, miqdarı, baldırın ortası. Yəni, dizlə topuğun ortası. Lakin deyir, əgər elə yerdə yaşayırsan ki, cəmaat qərib kimi baxır. Yəni, bilmirlər bu üçün nədir. Yəni, bizdə elə bilirlər ki, bu Britaniyadan gəlib. Yəni, Angliya adətləridir. Yəni, Peyğəmbər salasan bilmir beləsi. Ona görə, deyir, əgər belə yerdə yaşayırsansa, onda topuğa can. Aydındır. Yəni, saqqal da həmçinin. Yəni, az həddi bir ovucdur. Düzdür, çox həddi yoxdur. Nə edirsən bura? Onsuz da çox uzanmayacaq. O, hər insanın həddi var. Saqqalına həddi, saçına həddi. Yəni, çıxır. O demək buradan çıxıb gedəcək o tərəfə. Aydındır. Amma hələlik, yəni, bir ovucdan artıq məsləhət deyil. Bir də belə xütbədə demişdim, yaydılar ki, qamət deyir, saqqallarınızı qırxın. Nasıl avam başa düşmüşlər. Hə, heç olmaz. Ona görə belə, kim saxlaya bilir, şəriyyətə uyğun, saxlamırsa günah qazanır. Aydındır, saxlamırsa günah qazanır. İnşallah mənə baxın, hə. Məndə necə lazım idi, sadəcə məsciddə olduğumu görə hələ belə saxlayıram, hə. Qardaş deyir, vəkil işləyir, eşini bəhanə edərək ki, cümə namazlarını tərk edir. Bu barədə danışardınız. Deyir, qardaş vəkil işləyir, cümə namazını bəhanə eləyir ki, mən vəkiləm. Nə olsun vəkilsən? Cümə namazı fərzli hamısına. Hamısına. Müsəlmansansa cümə namazı fərzdir. İş bəhanə deyil. Çalış gəl. Çalış gəl. Özü gör cüməni tərk eləyən necə aqibətləri var. Qəlb möhürlənir. Qafillərdən olsan. Xüsusən belə şeyə işləndə, yəni cümə açır. Cümə səni qafillikdən çıxardır və möhür açır qəlbdən. Əlhamdülillah. Ona görə o qardaşlar ki, bəhanə eləyir işi düzgün deyil, cümə fərzdir. Allah subhanətlə buyurur, Ya eyyuhəl-ləzīnə əmənu, iman əhlinə deyir, müraciət eləyir. İman gətirənlər, İzə nudiyə İs-salati min yevmil cüm'ati fasau ilə zikrilləh və darul bəy. Yəni, əgər cümə namazının azanı eşitsəz, tərkiliyin ticarətinizi, yəni muamələni, burada ticarət getdi, muamələni, alış-verişi və başqa hər şey daxildir bura. İşinizi, gücünüzü və tərkiliyin gəlin məçdə. Ona görə İmam Şafii bu ayəyə görə istinad edir və deyir ki, cümə fərzdir. Bu ayəni dəlil getirir. Zəlikə xeyrun ləkum, yəni o addımınız, cüməyə gəlməniz, o muamələdən, o alış-verişdən sizin üçün daha xeyirlidir. İn kuntum nə? Ta'ləmun. Əgər siz, yəni bilsəniz bunu, elimiz olsa bu barədə. Yəni elmin yoxdursa, deməli qafilsən. Cümə fərzdir, qardaşlar. Ona görə imkan dairəsində gəlin. İmkan dairəsində gəlin, çünki cümə insanı qəflətdən çıxardır və qəlbi açır. Yəni hikmət bir dənə o demək deyil, sənin namazın orada. Hikmət odur ki, qardaşlar gəlir. Hikmət odur ki, hamı bir yerdə olur. Bu özü böyük şeydir. Aydındır. Allah bilir düzünü. Bir də nəsiyyət ediyoruz da, bu zibil avtobusuna geri atmamız. Ha, bu da mühüm. Sonra zibilləməyi çox belə böyük problem. Ha, bu da problemdir. Müsəlman qardaşlarla. Ha, olur abi yoxsan. Bunu
Bu da mühümdür, qardaşlar. Ümumiyyətlə, küçədə gedəndə ədəbi var, qayda. Təmizlik imandandır. Özü biz bilirik ki, imanın mərtəbələrindən biri nədir? Yolda insanlara əziyyət verən bir şeyi götürüb yoldan qırağa qoymaq. Atırsan sən dələ yola, daha nə oldu? Ona görə belə şeylər fikir verin. Yəni, o imandandır, iman kamilliyindəndir. Zibili xüsusi yerlərə atmaq. Əlhamdülillah, bunu İslam 14 əsr bundan yola danışır. Bu həm də ədəbdir, mədəniyyətdir. İslam da bunu belə deyir. Ələm birinci İslam deyir. Küçələrin təmizliyi. Bunlar mühümdür, qardaşlar. Ona görə bu maşında da gedəndə, ümumiyyətlə, gedəndə bir şey atma yenə küçəyə. Olmaz. Düzgün deyil. Bu təmizlikdir. Bu, sonra nəyə gətirir? Natəmizliyə və s. və s. Ona görə, qardaşlar. Yəni, bu şeylərə fikir verin. Bu da imandandır. Bir dənə iş yoldaşım var, şiə namazı qılır. Mən indi o xahiş etkim, Quran öyrənmək istəyirəm. Mən ona Quran öyrətməyəm. Quran öyrədə bilərsən? Mən ona deyim ki, halallıq verməm. Əgər ölü yazılı Quran oxusan, halallıq verməm. İndi mən ticarət edəcək Quranla, yəni ticarət edəcək, yəni mollalıq edəcək. Yox, özü üçün öyrənmək sizə öyrətkinə. Yasin zadə oxu demişəm, geyim ölü yazılı Quran oxu. Sadəcə avamdır, indi elə başa düşüb ki, Yasindir. Yəni avamdır, cəmaat avamdır, sən bilmirlər. Yəni, elə bilək ki, Quran Yasindir, elə bilək ki, ölüyə Yasin oxumaq lazımdır. Sən öyrət, əlhamdülillah. Yəni, bu nə səbəb olacaq? Bu yaxşı olacaq, münasibət qurmaq. Ola bilər, gələcəkdə səbəb olsun dəvətə. Aydındır? Yəni, o şeylər var. 69-70-ci ayəni laf əzbərləşdirir. Hə. Sən, deyən, Yasində bax, get Yasin 69-70-ci ayəsini oxu, gəl sabah bir dənə mənə nə deyir orada? Hə, yaxşı? Başlamaq lazım, cəmatı başlamaq lazım. Yəni, elə çoxsu başa düşür. Yox, qəbul, hələ adama öyrətkinə, hələ adama. O, belə fanatdırsa zad, yox, sən görək. 12-ci imam gələcək, bax. Mən səni götürəcəm, özüm öldürəcəm. Ola, hələ, bəzilə öz alanda belə danışır. Gəlsin, filankəsi öldürəcəm. Hələlər yoxda da, aydın xəşdələri. Yaxşı qardaşlar, Allah razı olsun, Allah sabit eləsin, Allah hamımızdan dualarımızı qəbul etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. İşirsən.